Gətirdik, çəkdik və biz bunu kəsəndə görün nə qədər artığı var. Biz mayeli kəsiriksə də kontrolümüz bizim budur. Bununla kəsməlisən də ona görə uzun alın. Bunu sən gətirirsən, yerində burada kəsirsən. Necə yəni sən bunu bu cür kəsə bilirsən. Bunu gətirmirsən düz arxa tərəfə. Olmaz. Saçın hər ikisi eyni qayda ilə getməlidir. Yavaş-yavaş çəkə-çəkə. Bir də ki bir problem yaşayırlar burada qızlar. Əllərini alırlar və bu cür kəsməyə başlayırlar. İzah edirəm qızlar, bunu bu cür yox, bax bu cür kəsin də. Bu cür kəsin, bu daha da gözəl gedəcək. Bu texnika başqa cür. Biz bunu çəkəndə, bu nəzərimizdə saxlamalıyıq ki, biz bunu belə çəkiriksə də bunu, əlimizlə tükləri arxaya itəliyirik. Alt hissəsi uzun qalacaq, üstlərdə qat yaranır. Olmaz, texnikaya biraz diqqət yetirməliyik. Bir balaca nüansdır da əl qaydası, onu da düzgün aparmalıyıq. Çox tələsməməliyik. Burada eləyiriksə, eyni qaydanı biz burada eləməliyik. Darağı altdan qoyduq məsəl üçün və çəkdik bunu kontrolümüzün yanına, düzdür.